Bu təsərrüfatda özümüzün bəslədiyimiz heyvanlar var. İt növləridir, fərqli quş növləri, bəzək heyvanları və s. Bir də yerin altında yaşayan vəhşi təbiətin özünün heyvanları var. Bunlara mümkün qədər həssas davranırsınız, onu bilirik. İstifadə etdiyiniz gübrələr, dərmanlar onları incitməsin ya da adi ot biçəndə heyvanlara zərər verilməsin. Bunu biraz daha detallı deyə bilərsinizmi? Belə düşünürəm ki, bura gələn insanların içərisində bioloqlar, ekoloqlar, bunların hər birinin öz ixtisasına uyğun olaraq bioqarderdə görmək istədikləri bir sahə olur və yaxud da sual formalaşır. Məsələn, ot biçini burada çox iti alətlərlə həyata keçirilir. Siz bilirsiniz, elektrik müşarlarla və səs fonu yaradır. Bunun üçün də öz düşüncəm var ki, məsələn, sürünənlərin gizlənməsi üçün müxtəlif yerlərdə hansı şəraiti yaratmaq olar və o rahatlıqla gedib özünü məhz o məkanda sığınacaq kimi istifadə edirik. Biz otu biçdik, bu tullantıya, yəni yemə çevrilir. Bəs ayrı nə varmaq olar? Axı dünya praktikasında buna üzvü kübriyə də çevirmək mümkündür. Üzvü kübriyə çevrilmənin yollarını, əyanı göstərmək, izah etmək, onun istifadəsinin qaydalarını göstərmək bu vacibdir. Bioqardenin bir strateji xəttidir. O cümlədən də bu biçilmiş otlara da aiddir. Çalışıram ki, bioqardində yalnız əsas xəttlər yalnız meyvəçilik üzərində, istehsal üzərində yox, daha dərinə getsin.